Azərbaycanda bəzi məktəb və liseylərdə dərsi robot müəllimlər keçirir. Süni intellektin təhsildə tətbiqi yeni imkanlar açır. Robot müəllimlər və interaktiv proqramlar dərs prosesini şagirdlər üçün daha maraqlı edir. Hazırda olduğumuz bu sinif otağında dərsi müəllimlə bərabər robot idarə edir. Azərbaycanda süni intellektə əsaslanan bu robotlar dərs prosesində şagirdlərin suallarını cavablandırır, onların bilik səviyyəsini analiz edir. Müəlliminlə bərabər robot da sizə dərs keçir. Necədir? Dərsi başa düşə bilirsən? Bəli. Hansı dərsi keçirsən? İngilis dili. İngilis dilindən ondan nələr öyrənmisən? Apple, clock, book, map, calendar. Neçə yaşın var? 7. Neçənci sinifdə oxuyursan? 2A. Sevirsən onu? Bəli. Niyə görə sevirsən? Yaxşı dərs anlar. Öz müəllimini sevirsən yoxsa robotu? Müəllimi. Nəyə görə müəllimi? Ona görə o bizə dərs keçir. Robot da keçirdi. Amma daha çoxlu müəllim keçmişdi. Müəllim Ulduz Babayeva deyir ki, robotlar onların işini tam əvəz etməsə də şagirdlərin dərsi olan marağını artırır. Robotla işləməyin üstün tərəfləri vardır. Müəllimin işini asanlaşdırır, əlverişli edir. Xüsusilə düşünürəm ki, texnologiya sahəsində, məsəl üçün, slayd hazırlanmasında və ya önəmli bir əlavə informasiya vermək istəyəndə supplementary materials adlandırırıq biz bunu ingilis dilində. Əsasən ingilis dilində mən istifadə edirəm. Bu zaman çox böyük köməyimizə çatır və müxtəlif əlavə, dərsdən, proqramdan əlavə olan vəsaitlərdən istifadə edirik. Sırf daha çox əlavə materiallarda bizə çox kömək edir. Bəs onunla bir dərsi paylaşmaq necə bir hissdir? Əlbəttə ki, çox gözəl bir hissdir. Çünki şagirdlər üçün çox maraqlı olur. Bir növ yeni bir şey olduğuna görə şagirdlər daha çox aktiv olurlar, daha maraqlı olurlar. Robot müəllim bizim suallarımızı da cavablandırdı. Adım nədir? Mənim adım Bilgə Botdur. Bilgə sözü Azərbaycan dilində və qədim türk dillərində işlənən bir sözdür və mənası. Bilir, müdrik, ağıllı, hikmət sahibi deməkdir. Biz liseyimizdə şagirdlərə də balabilgə deyirik. Şagirdin dərsi başa düşmədiyini necə anlayırsan? Şagirdin dərsi başa düşmədiyini adətən bir neçə xırda, amma çox danışan işarədən anlayıraq. Gözlərdə boşluq, dalğın davranış. Tez-tez saatına, pəncərəyə baxmaq. Başını tərpədir, amma sual verəndə donur. Şagirdlər sizi başa düşə bilirmi? Bəli, şagirdlərin məni başa düşməsi və suallarına cavab tapa bilməsi dərsdə əsas məqsədlərindəndir. Mürəkkəb mövzunu sadə dildə izah edirəm. Nümunələri şagirdin gündəlik həyatı ilə əlaqələndirirəm. Tez-tez başa düşdürmür, yox, öz sözlərimlə izah edə yoxlayıram. Dərsdə sual verməkdən çəkinməmək üçün rahat mühit yaradıram. Sual dərsin axınını pozmur, əksinə onu zənginləşdirir. Vaxt çatmadıqda belə dərsdən sonra və ya növbəti dərsdə mütləq qayıdıram. Liseyin icraçı direktoru Şəmsəddin Bəşərin sözlərinə görə ənənəvi təhsil modeli qorunub saxlanılır və yenə də əsas yük insan müəllimlərinin üzərinə düşür. Robotlar müəllimi əvəz etmir. Onlar sadəcə tədris prosesinə dəstək olurlar. Şimdi bizim için eğitimde insan esastır. Öncelikle sınıf öğretmenlerimiz, branş öğretmenlerimiz ders geçirmelerde birinci derecede sorumludur. Bu anlamda robot müəllim derse destek amaçlı olarak sınıfın müəllimlerine yardımcı olmak amacıyla derse girebilir. Ama asıl prosesi tabii ki insan, gerçek insan olan müəllimimiz yapar. Burada aslında sınıf müəllimleri bu robot sayesinde hız kazanıp öğrencilerine daha hızlı geri dönüt verebiliyorlar. Asıl amacımız burada prosesi hızlandırmak, kolaylaştırmak ve sevimli hale getirmek. Öğrencilerin tabii ki çok ilgisini çekiyor. Robot müəllimin sınıfa girmesi, öğretmeniyle beraber zaman geçirmesi ve aralarında da bir güven ve duygusal bağ da oluşuyor aslında. Süni intellekt və robot müəllimlər təhsildə yeni dövrün başlanğıcını göstərir. Amma insanın rolu hələ də əvəz olunmazdır. Şalə Qəhrəman qızı, Rafiq İsmailov.